Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiya vəl mursalin. Nəbiyina Muhammed və ala alihi və sahbihi əcma'in. Əmmə ba'd. Müsəlmanın qardaşlar ən çox önəm verməsi, ən çox əməl etməyi lazım olan məsələlərdən biri də gözəl əxlaqdır, gözəl tərbiyədir. Əxlaq dini bir məsələdir, sadəcə ictimai bir məsələ deyil. Həmçinin dini bir məsələdir bu, din məsələsidir. Həmçinin imanla bağlı olan qismlərdəndir iman məsələsi. Ona görə Allah Azza və Cəllə Muhammed sallallahu aleyhi və səlləmi gözəl əxlaqına görə öyür. İnnəkə lə'alə xuluqin azim. Sən həqiqətən gözəl əxlaq üzrəsən. Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, sən həqiqətən gözəl əxlaq üzrəsən. Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl əxlaqlı olduğuna görə Allah Azza və Cəllə Muhammed sallallahu aleyhi və səlləmə səna edir. Ayşə radiyallahu anhədən soruşurlar Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı haqqında. Ayşə radiyallahu anhə deyir ki, kənə xuluquhu Qur'an. Peyğəmbər sallallahu aleyhi və səlləmin əxlaqı Qur'an idi. Nə deməkdir qardaşlar bu? Bu o deməkdir ki, Quran nəyi əmr edirdisə, Peyğəmbər s.ə.v onu əməl edirdi. Quran nədən çəkindirirdisə, Peyğəmbər s.ə.v ondan çəkinirdi. Əxlaq da buradadır. İmanla əxlaqın, qardaşlar, böyük irtibatı var, böyük bağlantısı var. İnsanda iman nə qədər güclü olarsa, insanın imanı nə qədər yüksək olarsa, o qədər o insanın əxlaqı yüksək olar. İnsanın imanına görədir əxlaqının nisbəti. Muhammed sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur, səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, sizin iman baxımından ən kamil olanınız, İman baxımından ən kamil olanınız, əxlaq baxımından ən yüksək olanınızdır. Hədisə fikir verin. Sizin iman baxımından ən yüksək olanınız, ən yüksək imanlı olanınız, əxlaq baxımından ən gözəl əxlaqlı olanınızdır. İnsanın imanı, insanın əxlaqı, insanın imanı, təqvası nə qədər yüksək olursa, qardaşlar, onun o qədər nisbətində insanın əxlaqı da olur. İman, insan başı aşağı gəzmək demək deyil. İnsan qaş-qabaq gəzmək demək deyil. İnsan sifətini turşudaraq gəzməsi demək deyil. Başı aşağı gəzmək deyil. İman, sadiq, doğru iman, Allahın əmrlərinə təslim olmaq, Allahın qadağanlarından çəkinmək və gözəl əxlaq sahibi olmaqdır. Ən böyük əlamətlər bunlardır. Ona görə əxlaq deyildikdə, qardaşlar, hər şeyə fikir verməlisən. Hər davranışın, hər hərəkətin yerində, zamana uyğun, məkana uyğun və miqdarında olmalıdır. Yekə ilə, özündən yaşlı ilə necə davranılır, özündən balaca ilə necə davranılır, dostunla necə davranılır, qonşunla necə, qohumunla necə, yaxınla, uzaqla, bunların hamısını yeri-yerində eləməlisən. Baxın, əxlaqa dəlalət edən dini göstərişlərdən biri də Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Mən kənə minkum yu'minu billahi vəl yevmil əxir fəl yukrim cərahu. Başqa bir rivayətdə fəl yukrim dayfəhu. Sizdən kim Allaha və axirət günə inanırsa, qonşusuna, başqa bir rivayətdə müsafirinə, qonağına hörmət eləsin. Başqa bir hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən kənə minkum yu'minu billahi vəl yevmil əxir fəlyəqul xeyran əv ləyəsmut. Sizdən kim Allaha və axirət günə inanırsa, ya xeyir söyləsin, ya da sussun.
Başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur, müsəlmanların bugünkü gündə cümə gününün xutbəsində də keçdi. Peyğəmbər s.ə.v buyurur, Əl-muslimu mən səliməl-muslimuna min lisanihi və yədih. Gerçək müsəlman o müsəlmandır ki, onun nə əlindən, nə dilindən başqa müsəlmanlar əziyyət çəkmir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Yüsəllimus-səğiru aləl-kəbir vəl-qalilu aləl-kəthir vəl-cəri aləl-qaid. Balaca yekkiyə salam verməlidir. Yaşda balaca olan, yaşda böyük olana salam versin. Az toplum, çox topluma salam versin. Yeriyən insan, oturan insana salam versin. Əxlaqdır. Əxlaqdır bu. Dini göstərişlərdir, dini əmrlərdir bunlar. Bunların hamısı ictimai əxlaqdır, qardaşlar, tərbiyədir. Muhammed sallallahu aleyhi və səlləm sahabələri onu ziyarət eləyəndə örtərdi bədənini, ayaqlarını. Adətən onların qabağında abırlı, yəni ki, paltarı yeri-yerində görsənərdi Muhammed s.ə.v. Yəni, bunu nəyə görə deyirəm? Bəzi qardaşlar var, qardaşlar, bunu üzlərək deyirəm və eyni zamanda bu deyilməlidir. Qardaşlar, elə bir libas geyinirlər ki, zərrə qədər həyası olan adam ona baxmağa utanır. Hələ geyinməkdən danışmıram. Şortikdə. Dizdən yuxarı şortikdə cəmaatın yanında gəzir. Və yaxud da dizdən aşağı şortik geyinir, dapadar övratını vəsf eləyəsi şəkildə. Dapadar. Otursa, əyilsə, belə işə çıxır. Demirəm arxasını. Nədir bu? Əxlaqdır bu. Əxlaq deyil, bu tərbiyəsizlikdir bu. Bu həyasızlıqdır bu. Bu mədəniyyətsizlikdir bu. Səviyyəsizlikdir bu. Kim istəyər ki, yəni onun zövcəsi, anası, bacısının qabağında hansısa bir dar şalvarda bir oğlan gəlsin, otursun. İstəməz. Amma özü yola çıxanda, hətta məscidə belə elə gələnlər görmüşəm. Bəzi yerlərdə var. Özünü yaxşı olan görür sanki. Qardaşlar, belə şey olmaz. İnsan mədəniyyətdir, İslam dini mədəniyyətdir, İslam dini kultura dinidir, səviyyə dinidir, əxlaq, tərbiyə dinidir. Bununa görə dedim ki, Muhammed sallallahu aleyhi və səlləm bəzən yatanda üstü açılardı, bəzən evdə tək olduğu zaman isti olanda üstündəki paltarı çıxardardı, amma yanına adam girdikdə Peyğəmbər sallallahu aleyhi və səlləm örtünərdi. Bunun ən böyük dəlillərindən biri nədir? Osman radiyallahu anhu yanına girəndə Peyğəmbər sallallahu aleyhi və səlləm nə eləməsi? Dizini daha da çox örtməsi. Övrat yeri bağlı idi. Hətta dizini belə örtməsi, hansı ki övrat deyil. Həya edərək. Kişi kişidən daha fəzilətli, ondan aşağı fəzilətli olanın qabağında bunu eləyir. Çünki əxlaq sahibidir. Peyğəmbər s.ə.v bizim örnəyimiz idi, hər şeydir. Ona görə qardaşlar, bugün tərbiyə, mədəniyyətə, əxlaqa daha çox önəm verməniz lazımdır. Bəzi qardaşlar var, danışdığı zaman qarşısındakinin yaşını unudur. Əli ilə, ayağı ilə, nə bilim, danışanda küçümsəyərək danışmaq. Hətta tutaq ki, cahil olsun. Yəni, tutaq sən, maşallah, hər şeyin yerindədir, amma qabağındakı yaşlı adam cahildir. O demək deyil ki, sən o insana qarşı göbut danışmalısan. Və yaxud da yanındakı yaşlı bir adam danışarkən, bu şeyə də biz şahid olmuşuq, yanındakı yaşlı bir adam danışır, sən onun üzünə baxmırsan, sağa baxırsan, sola baxırsan, qulağını qaşıyırsan, belini qaşıyırsan, gözünü qaşıyırsan, bu adam qabağındakı insan sənin sifətinə baxa bilmir. Və bu tərbiyəsizlikdəndir ki, bir adam sənlə danışdığı zaman, sən adam danışa qoyub, gəh böyründəyini ona boylansan, gəh buna boylansan,
qaşansan. Ətrafına elə bir ki, bit düşür. Bunlar düzgün deyil, qardaşlar. İnsan adamdan utananda yerə baxa bilər. Birdən nəsə acil bir şey oldu, ehtiyac var, çevrilə bilər. Mən bundan danışmıram, mən bundan danışıram ki, insan qarşındakı saymır, o adamın danışığı sanki boş şeydir, yanında qarşısında yayınır. Olmaz, bu da düzgün deyil. Və həmçinin qardaşlar, başqa şeylər olsun. Məsələn, avtobusa minirsən, qatara minirsən, metroya minirsən, ictimai yerlərdə olursan, çalış orada olduğun zaman özündən yaşlılara bax ki, hətta kafir olsa belə, hətta xristiyan olsa belə, yaşlı kişi gördün, yaşlı qadın gördün, onları başının üstündə, ayaq üstə tərk edərək sən oturmağı seçməklə ayıbdır. Ola bilsin ki, bir gözəl axlaq göstərəsən, sənin bu davranışın, sənin bu gözəl davranışın, ola bilsin o adamın sənin dininə gözəl zənninə səbəb olar. Sən gözəl davrandıqca o adam sənin dinini sevər. Amma sən göbut olsan, deyəcəklər, bax, eşitdiyimiz müsəlmanlar haqqında olan şey doğruymuş. Bugün İslama qarşı hərb var. İslama qarşı düşmənçilik var. Qazetlər İslamın əleyhinə yazır. Əksəriyyəti, internet saytları əksəriyyəti İslamın əleyhinə. Hər kəsi terörist kimi, hər kəsi qəddar kimi, hər kəsi radikal kimi, cürbəcür adlarla, cürbəcür bəhanələrlə İslamı dağıtmağa çalışırlar. Və hər kəs artıq bunun farkındadır. Hər kəs bunu dərk edir, başa düşür. Ona görə, qardaşlar, biz hər şeydə İslamın əmr elədiyi şəkildə olmağa çalışmalıyıq. Gerisi önəmli deyil. Və həmçinin əxlaq məsələlərindən, qardaşlar, əxlaq məsələlərindən həmçinin qardaşlar arasında bir-birini görəndə görməməzliyə vurmaq olmaz. Görəndə qardaşa qarşı səmimi olmalısan, salam verməlisən və yaxud da bir qardaşa müəyyən şeyinə görə hörmət eləməməlisən. Yəni, filanın yaxşı maşını var, ona görə hörmət edirsən, pulu var, ona görə hörmət edirsən, filanın vəzifəsi var, ona görə hörmət edirsən, filan yaxşı oğlandır. Bu şeylərə görə əxlaqsızlıqdır adama. İlla bu şeylərə görə hörmət eləmək. İnnə əkramakum əndəllah ətqakum. Sizin Allah qatında ən hörmətliniz, ən çox Allahdan qorxanınızdır. Miqyas, əsas miyar, əsas ölçü sənin müsəlman qardaşın İslama olan bağlantısı ilə olmalıdır. Bu çox pis şeydir ki, məsələ insanlar, varlılar bir yerə toplana, pullular bir yerə toplana, kasıblar başqa bir yerə toplana. Məclis ola ancaq varlılar toplana, orada kasıbların payı olmuyor. Ən şərli toplanmaq budur, ən şərli məclislər də budur. Çalışqinə, açıq-aşqar deyirəm, qardaşlar, və zərrə qədər də şübhə yoxdur. Şübhə etmirəm. O məclisə getdinsə, bax ki, əgər orada ancaq imkanlı adamlardırsa, o məclisdə kasıb adam görmədinsə, Allah rızası üçün o məclisi tərk elə qayıt. İnan ki, ən şərli olan məclislərdən biridir yer üzündə. Oturma orada, Allah üçün oturma. O yemək-içmək məclisinə ki, getdin və orada ancaq varlıların toplandığını gördün, Allah üçün tərk elə gəl. Çünki Rasulullah sallallahu aleyhi və səlləm o cür məclisləri ən şərli məclis adlandırır. Ona görə bizlər həm məclis edəndə, həm məclisdə oturanda, qardaşlar, orada kasıb, imkansız, mütəvazi insanları da yer açmalıyıq. Və insanlar arasında davranarkən onların kimliyini, vəzifəsini önəmsəməməliyik. Önəmli olan həmin insanın dini olmalıdır. Dininə görə insan sevirməlidir. Dində olan nöqsanına görə də buğd olunmalıdır. Və salam. Allah üçün sevmək, Allah üçün nifrət etmək buna deyilir. Əxlaq çox önəmlidir, qardaşlar. Bugün bu yaşadığımız dönəmdə xüsusən buna fikir verməmiz daha vacibdir. Daha vacibdir və daha önəmlidir. Çünki Həsən-i Basri rahmehullah, baxın, İslamın birinci əsrində yaşayıb. İslamın birinci əsrində yaşayıb. Ən qızıl dövrdə deyir ki, Ud'un nəsə bi'a'malikum la bi'aqvalikum.
insanları əməllərinizlə dəvət eləyin, sözlərinizlə deyil. Davranışlara fikir vermək lazımdır. Hər yerdə. Sənin hərəkətlərin, sənin davranışların başqalarının gözündə İslam ölçüsüdür. Səninlə ölçüb biçirlər İslamı. Ona görə elm adamlarından biri deyir ki, İslamın ən böyük düşməni cahildir. Cahil müsəlmandır. Çünki o müsəlman, bir cahil müsəlmandan törənən əməllər bir çox insanların İslama girməyinə mane olur. Elə bilirlər ki, İslam belədir. İslama qarşı pis zənn edirlər. Bir çox insanlar İslama nifrət edir cahil müsəlman ucbatından. Ona görə çalış, İslama xeyir ver. Xeyir verə bilmirsən, İslama zərər vermə. Və daima əxlaqını düzəltməyə, əxlaqını gözəlləşdirməyə və əxlaqını genişləndirməyə çalış. Allah Azze və Cəllə bizi gözəl əxlaqlı bəndələrini etsin. Allah Azze və Cəllə bizlərin təqsirlərini keçsin. Allah Azze və Cəllədən diləyirəm ki, bizləri salih bəndələrini etsin. Və sallallahu aleyhi və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.